Aleksandr Cuma, Qafqaz səfəri, 39-cu fəsil, məktub. Düz saat 3 tamamda biz Knyaz Baryatinskinin yanına çatdıq. Knyaz Baryatsinski Rusiyanın ən mötəbər nəslindəndir. Onun nəsil şəcərəsinin 12-ci qolu Müqəddəs Mixail Çerniqov Rüriklər nəslinə, 8-ci qolu isə Müqəddəs Vladimir nəslinə gedib çıxır. Lakin Knyaz Baryatinski həyatda hər şeyi özü əldə etmişdir. O, İmperator Nikolayın hakimiyyəti zamanı gözdən düşür. Bəlkə də bunun səbəbi taxt-tacın varisi ilə onun dostluq münasibəti olub. O, zabit rütbəsi ilə Qafqaza göndərilir. Sən demə, onun taleyinə günlərin bir günü buranın tam səlahiyyətli hakimi olmaq yazılıbmış. Bir müddət sonra Tiflisdə imperatorun səlahiyyətli nümayəndəsi, yəni canişini rütbəsinə yüksəlir. Əvvəllər o, 100 nəfərlik nizami Kazak alayına rəhbərlik edir. Sonra bir batalyona, daha sonra isə Qabardin polkuna. Knyaz Baryatinski bu polkun komandiri olarkən mahir Qabardinli atıcılardan ibarət bir alay yaratmışdı. Biz Xasavyurtda həmin atıcıların gecə əməliyyatlarından birində iştirak etdiyimizi danışmışdıq. O, sonralar Muravyovun yanında ştab rəisi vəzifəsində çalışır və Sankt-Peterburqa geri dönür və nəhayət yeni imperator taxta çıxdıqda general rütbəsi ilə Qafqazın canişini kimi Tiflisə qayıdır. O, 40-42 yaşlarında boylu-buxunlu bir adam idi. Olduqca rəvan, ürəyi yatan səslə öz xatirələrini və maraqlı lətifələri danışardı. Knyaz mehriban, gülərüz, xeyirxah və son dərəcə alicənab bir insan idi. Bu mülayimlik, həlimlik onun zəruri hallarda nümayiş etdirdiyi böyük əzminə xələl gətirmir. İndi buna əmin olarsınız. Baryatinski polkovnik olarkən bir dağ auluna qarşı əməliyyat təşkil edir. Adətən belə əməliyyatlar yay vaxtı təşkil edilirdi. Ancaq bu dəfə Knyaz Baryatinski qış vaxtı 15 dərəcə şaxtada yürüşə gedir və bunun üçün də tutarlı səbəbi vardı. Məsələ burasındadır ki, dağlılar yayda meşələrə çəkilir və sakitcə gözləyirlər ki, ruslar onların kəndini çapıb talasın, istədiklərini etsinlər. Sonra ruslar kənddən çıxan kimi yenə də qayıdıb öz ev eşiklərinə gəlirdilər və rusların darmadağın edib yandırdıqları aulu yenidən bərpa edirdilər. Ancaq qışda 15 dərəcə şaxtada onlar yaydakı kimi edə bilmirlər. Dağlılar düz bir həftə meşədə düşərgə salırlar. Nəhayət əlacısız qalıb Knyaz Baryatinskiyə müraciət edərək onun bütün şərtlərini qəbul edəcəklərini bildirirlər. Knyaz Baryatinski onların təklifini qəbul edir. Dağlılar tüfənglərini, qılınclarını, xəncərlərini təhvil verirlər. Kəndin ortasında silahdan böyük bir təpə əmələ gəlir. Sonra bütün cəmaatı böyük bir meydana yığıb imperatora sadiq qalacaqlarına and içdirir. And içmə mərasimi qurtarandan sonra Knyaz onların silahlarını özlərinə qaytarır. Ancaq hər şey bununla bitmir. Knyaz dağlılara müraciət edir. Baxın, görürsünüzmü, bir həftədir ki, sizin ucbatınızdan nə mənim adamlarımın, nə də mənim gözümə yuxu getməyib. İndi mən yatmağa gedirəm. Ancaq adamlarım yorğun olduğuna görə onların əvəzinə məni siz qoruyacaqsınız. Knyaz Baryatinski rus gözətçiləri buraxır. Qapının arxasına və içəriyə çeçen gözətçi qoyaraq yatır, ya da özünü yuxuluğa vurur. Orasını dəqiq bilmirəm. Və beləcə düz 6 saat düşmən onun keşiyini çəkir. Onların bircəciyi də içdiyi andı pozmağa cəsarət edə bilmir. Knyaz bizi məşhur rus yazıçılarından Qraf Solloqubun yüksək zövq ilə İran üslubunda bəzədiyi xudmani bir zalda qəbul elədi. Zalın divarları rus silahları və qiymətli mükafatlarla bəzədilmişdi. Pəncərələrin qabağında və masanın üstündə insanı heyran qoyan gümüş vazalar vardı. Hər tərəfdə gürcü musiqi alətləri, qadınların öz əlləri ilə naxışladıqları göz oxşayan yastıq və xalçalar qoyulmuşdu. Bu gözəl və dırnaqarası tənbəl gürcü qadınları yalnız ərlərinin tapancalarının qoburuna və atlarının yəhərinə qızılı və gümüşü ulduzcuqlar işləmək üçün əllərinə iynə götürürlər. Knyaz məni çoxdan gözləyirdi. Mən artıq demişəm ki, bütün ölkə ərazisində mənim ali mənsəbli zadəgan, yaxud da sənətkar kimi qarşılanmağım barədə göstəriş verilmişdi. Knyazın yanına gələndə onun Qrafinya Rostopçinanın məktubunu, daha doğrusu içi dolu böyük bir bağlamanı bizə təqdim etməsi ətrafdakıların gözündə hörmətimizi daha qaldırdı. Biz bir saat Knyazın yanında olduq və o elə həmin axşama bizi yeməyə dəvət etdi. Hələ saat 4 idi. Yemək isə saat 6-da başlayacaqdı. Birtəhər imkan tapıb evə qayıtdım ki, zavallı Qrafinyanın məktubunu oxuyum. Mən onunla hələ Moskvada tanış olmazdan əvvəl məktublaşıb yaradıcılıq münasibəti yaratmışdım.
O gəlişimdən xəbər tutan kimi tələsik kənddən qayıdıb gəlmiş və məni gözlədiyini bildirmişdi. Bunu eşitcək tez onun yanına getdim və ağır xəstəliyə düçar olduğunu, qəm-qüssəyə batdığını gördüm. Ona əzab verən xəstəlik sağalmaz idi. Etiraf edirəm ki, o ilk baxışdan mənə kədərli bir təsir bağışladı. Həmişə məlahətli, cazibəli görünən sifətində artıq ovunu ələ keçirmiş ölümün ilkin əlamətləri hiss olunurdu. Mən onunla görüşə dəftər qələmlə ədəbi və siyasi xatirələrini götürmək məqsədi ilə gəlmişdim. Siyasi xatirələr onun ömrünün sonuna qədər Moskvanın yandırılmasında ittiham olunan qaynatası məşhur Rostopçin haqqında idi. O bu ittihamı nə qədər inkar etsə də, Sizif daşı kimi həmişə qayıdıb boynunda qalırdı. Ancaq mən heç bir qeyd götürə bilmədim. Bütün görüş ərzində onunla söhbət etdim. Bu cazibədar xəstənin söhbəti çox maraqlı idi. O söz verdi ki, maraqlandığım hər şey barədə mənə məlumat göndərəcək. 2 saatlıq söhbətin onu yorub əldən saldığını görüb getmək istədiyimi bildirdikdə, dəftərimi götürüb birinci səhifəsində aşağıdakı sətri yazdı. Rus dostlarını, onların arasında isə Yevdakiya Rostopçinanı heç vaxt unutma. Moskva, 14-26 avqust 1858. Görüşümüzdən bir neçə gün sonra o geri qayıtdığı kənddən mənə öz qeydlərini göndərdi. Bu qeydlərin arasında bir məktub da vardı. Mən aşağıda həmin məktubun tam mətnini verirəm ki, günlərin bir günü tanış olduğum şair qəlbli, xeyirxah, ağıl sahibi olan bir şəxs haqqında təsəvvür yarada bilim. Bu qadın fransız dilində həm nəzmdə, həm də nəsrdə bizim ən məşhur yazıçılarımız kimi yazırdı. Voronova bazar ertəsi, 18-30 avqust 1858-ci il. Duşiçka Duma. Bu sözün nə demək olduğunu təbii ki, mən sizə söyləməyəcəyəm. Zəhmət çəkin, özünüz bu sözün nə demək olduğunu lüğətdən axtarıb tapın. Duşiçka Duma. Gördüyünüz kimi, mən sözümün üstündə duran qadınam və özüm də qələm əhliyəm. Mən Moskvanın yandırılması ilə bağlı qaynatama bəraət qazandıran məlumatı onun öz dilindən eşitdiyim kimi sizə yazıram. Moskva yanğını bu dünyada onun özünü o qədər yandırıb ki, bəlkə də buna görə o cəhənnəm alovundan azad ola biləcəkdir. Qalan hər şey vaxtı gələndə öz yerini tutacaq. Buraya qaydanda Habillə görüşdən qaydan Qabil kimi qarşılandım. Evdə hamı üstümə düşmüşdü. Sizin harada olduğunuzu, nə danışdığımızı və nə üçün bura dəvət etmədiyimi soruşurdular. Onlar mənim sizin yanınıza gəlməyimə o şərtlə razılıq vermişdilər ki, qaydanda sizi də özümlə gətirim. Ərim və qızım sizi görmədiklərinə çox təəssüfləndilər. Evə tək qayıtmayacağıma elə əmin idilər ki, etiraf edirəm ki, sizinlə görüşərkən vəziyyətim çox acınacaqlı idi. Ailədə hamı sizin necə şəxsiyyət olduğunuzla maraqlanır, bilmək istəyirlər. Görəsən siz portretlərinizin, əsərlərinizin yaxud qəhrəmanlarınızın onların təsəvvüründə canlandırdığı adama oxşayırsınızmı? Bir sözlə mənim kimi bütün ailəmiz də məşhur və hörmətli səyyahdan başqa heç nə düşünmür. Odur ki, hamı sizə öz dərin təşəkkürünü bildirir. Yol məni lap əldən saldı. Qızdırma da ki, öz işindədir. Ancaq yenə də o mənim öz zəif əllərimlə sizin qüdrətli əlinizi var gücümlə onsuz da bir elə gücüm qalmayıb. Sıxmağıma mane ola bilmədi. O əlləri ki, büküləndə yazdığı gözəl sətirlər qədər açılanda xeyirxah işlər görüb və həmin dostumun, hətta qardaşımın alnından öpürəm. Mütləq görüşənə qədər. Bu dünyada olmasa da o dünyada hökmən görüşərik. 30 illik dostunuz Yevdakiya Rostopçina. İki sənətkar arasında vasitəçilik vəzifəsini öz öhdəsinə götürən Knyaz Baratsinski imperatorun canişini, Qrafinyanın vədinə əməl edərək göndərdiyi bu məktubunu və qeydlərini son dərəcə sadəliklə mənə çatdırdı. Bu isə ikinci məktubdur. O birincidən daha kədərlidir. Bu iki məktub arasındakı müddət ərzində 18 avqustdan 27 sentyabra qədər zaman onu son mənzilə bir addım da yaxınlaşdırmışdı. Voronova 27 avqust 10 sentyabr 1858-ci il. Əzizim Duma, bu sizə vəd etdiyim qeydlərdir. Özgə vaxt sizin üçün bu məktubu yazmaq, iki köhnə dostum haqda qeydlərimi ipə sapa düzüb yeni bir dostuma təqdim etmək mənim üçün çox xoş olardı. Ancaq kaş ki, indi bu qaralamanı axıra çatdırmağa qüvvəm çataydı. Təsəvvür edin ki, ömrümdə heç vaxt belə ağır xəstə olmamışam. Elə zəifləmişəm ki, yatağımdan qalxıb yeriyə bilmirəm və beynimdə elə qarmaqarışıq fikirlər dolaşır ki, özüm özümü güclə tanıyıram.
Buna baxmayaraq, sizə göndərdiyim bu məlumatların səhihliyinə qətiyyən şübhə etməyin. Onlar qəlb yaddaşımın diktəsidir və inanın ki, ürəyin yaddaşı beynin hafizəsindən daha uzun ömürlüdür. Bu məktubu sizə təqdim edən əllər özü mənim yazdıqlarımın həqiqiliyini sübut edir. Əlvida, məni unutmayın. Yevdokiya. P.S. Mən məktubumu bir daha gözdən keçirdim və o mənə mənasız göründü. Yəqin ki, buna görə siz məni üzürlü hesab edərsiniz. Məhz ona görə ki, siz bu məktubu alanda mən ya o dünyada, ya da ki, can üstə olacağam. Etiraf edirəm ki, bu məktub ürəyimi yaman göynətdi. Mən ondan ayrılıb Petrovski parkının yaxınlığında yaşayan xeyirxah dostlarımın yanına qayıdarkən demişdim. Yazıq Qrafinya Rostovçina, o 2 aydan artıq yaşamaz. Bəd xəbər peyğəmbərliyi. Mənim əvvəlcədən dediklərim görəsən həqiqətən həyata keçmişdimi? Mən bədbəxt Qrafinyanı yada salıb dərindən köksümü ötürdüm və onun mənə göndərdiyi qeydlərə nəzər saldım. Bu qeydlər əsasən Lermontova Puşkindən sonra Rusiyanın ən yaxşı şairinə aid idi. Bəziləri onun Puşkindən də üstün olduğunu, yəni Rusiyanın birinci şairi olduğunu düşünürlər. Bir halda ki, Lermontov daha çox Qafqaz şairidir, xatırladaq ki, o bura sürgün edilib. Burada yazıb yaradıb, mübarizə aparıb, nəhayət burada öldürülüb. Odur ki, fürsətdən istifadə edərək hazır qələmimizin altına düşmüşkən bu dahi insan haqqında sizə bir neçə kəlmə deməliyik. Mən hələ Fransada Muşkeçorları yazarkən onun ən yaxşı romanı olan Piçorin yaxud zəmanəmizin qəhrəmanı əsərinin tərcüməsini verərək öz həmvətənlərimə təqdim etmişdim. Qrafinya Rostovçinanın Tiflisə mənə göndərdiyi qeydləri aşağıda olduğu kimi verirəm. Oradakı şeirləri isə sonra tərcümə edəcəyəm. Mikhail Yuryeviç Lermontov. Lermontov 1814 yaxud 1815-ci ildə zəngin və adlı sanlı bir ailədə anadan olmuşdur. Lap kiçik yaşlarında ata-anasını itirdiyindən ana nənəsinin himayəsində böyümüşdür. Ağıllı və ləyaqətli qadın Madam Arsenyeva onu ulu babalarının adına nəslinə layiq böyütmüş, onda hər şeyə sonsuz məhəbbət hissi aşılaya bilmişdi. Qadın onun tərbiyəsi üçün heç nəyi əsirgəməmişdi. O 14-15 yaşlarında artıq şeir yazırdı. Doğrudur, ilk şeirləri hələ onun gələcəkdə parlaq və böyük istedada malik şair olacağını vəd etmirdi. Bütün müasirləri kimi vaxtından əvvəl kamilləşən, həyat haqqında mücərrəd təsəvvürlərə malik olan Lermontov onu real olduğu kimi dərk edə bilmirdi. Onun şəxsiyyətində mücərrəd nəzəriyyə ilə real təcrübə ziddiyyət təşkil edirdi. O nə həyatın gözəlliklərindən, nə də gəncliyin bəxş etdiyi xoşbəxtlikdən faydalana bilirdi. Özünü, həyatı dərk etdiyi gündən bəri tək bir şey ona möhkəm təsir etmişdi və bu iz onun bütün gələcək həyatında öz əksini tapmışdı. Belə ki, o, sifətdən çox çirkin idi və sonralar bu çirkinlik onun daxili aləminin zənginliyinə təslim oldu. Və şairlik ruhu onun sadə keyfiyyətlərini üzə çıxaranda demək olar ki, tamamilə yox oldu. Bu zahiri çirkinlik son dərəcə şöhrətpərəst və dəlisov gəncin ağlına, zövqünə və davranışlarına istiqamət verdi. Kiminsə xoşuna gələ bilməyəcəyini anladığından o vaxtlar dəbdə olan bayronizma uyaraq, o da ya başqalarını özünə heyran etmək, ya da insanları dəhşətə gətirmək istədi. Don Juan onun üçün həyatda təkcə əsər qəhrəmanı deyil, həm də bir örnək oldu. Onun can atdığı aləm sirli, qaranlıq, kinayəli bir dünya idi. Bu uşaqlıq əyləncəsi şairin iti, təsirli düşüncələrində silinməz izlər buraxdı. O daim özünü gah Lauranın, gah Manfredin yerinə qoydu və tədricən buna alışdı. Mən onunla 2 dəfə uşaqlar üçün təşkil olunmuş balda rastlaşmışdım. O vaxt mən uşaq kimi atılıb düşəndə, oynayanda, o isə mənimlə həmyaşıd, hətta bəlkə də məndən biraz kiçik olmasına baxmayaraq, işvəkar əmi qızımla dilxoşluq edir, necə deyərlər, sanki 2 başlı oyun oynayırdı. Qoca kimi sir-sifəti qırış-qırış olmuş, yaşlıları böyük əzmlə yamsıladığından yaşını qabaqlayan bu zavallı uşağın mənim üstümə necə gəldiyini, məndə necə qorxunc təəssürat buraxdığını heç vaxt unutmaram. Mən əmim qızı ilə yaxın sirdaşı idim. Lermontovun onun albomuna yazdığı şeirləri mənə göstərirdi. Onlar mənim xoşuma gəlmirdi, çünki bu şeirlərdə ifadə olunan fikirlər, hisslər həqiqi deyildi. O vaxtlar mən Puşkinin, Bayronun, Jukowskinin, Şillerin vurğunu idim və özüm də şairlikdə qələmimi sınayırdım. Hətta bir dəfə Charlotte Cortyeyə bir oda yazmışdım. Ancaq yaxşı ki, sonradan həmin şeiri yandırdım. Mən Lermontovla,
O qədər də qanım qaynamayan bu şairlə tanış olmağa can atmadım da. O ümumi yataqxanası olan nəcib bir pansiona yazıldı. Bu əslində Moskva Universitetinə hazırlıq məktəbi idi. Daha sonra Çar ordusunda podpraporşik hərbi məktəbinə qəbul oldu. Burada onun həyatı tamamilə başqa səmtə yönəldi. Acı dil, kinayəli və çox bilmiş olduğundan başqalarını lağa qoymaq, ələ salıb zarafatlaşmaq onun əsas məşğuliyyətinə çevrildi. Bununla belə zəngin, müstəqil bir ailədən çıxan, gözəl danışıq qabiliyyətinə malik olan bu adam ləyaqətli zadəgan gənclərinin sevimlisinə çevrildi. O bu cəmiyyətin əyləncə mənbəyi, maraqlı həmsöhbəti, dəlisov gəzintilərinin təşəbbüskarı idi. Qısası ömrünün bu çağında hamı necə hərəkət edirsə, o da eləcə edirdi. Hərbi məktəbi qurtarandan sonra o Qusar alayında xidmətə başlayır və cəldliyi, həyat eşqi, gələcəyə baxışı, əzmi, iradəsi ilə orada da hamının rəğbətini qazanır. O yoldaşlarına düşərgə və kazarma həyatına dair ən adi mövzularda da bədahətən şeirlər deyərmiş. Mənim oxumadığım bu şeirlər yəqin ki, qadınlara həsr edilmədiyindən deyilənlərə görə müəllifin ən çılğın, hərarətli şeirləri imiş. Hər kəsə bir ayama qoşan şair də öz payını alır. O Fransadan bizə gəlmiş, şit və kobud zarafatları ilə seçilən, hamının yaxşı tanıdığı Qozbel Məyo adlı birisinə sir-sifətdən çox oxşadığından elə hamı başının yekəliyinə, bəstə boyuna görə ona Mayo deyərmiş. Ürəyi istədiyi kimi keçirdiyi qayğısız gənclik illəri onun bəzi cəmiyyətlərə yol tapmasına, belə cəmiyyətlərdə qadınların qəlbini ovlayıb, bundan zövq almasına, vaxtını necə gəldi xərcləməsinə, saxta çılğın ehtirası ilə bəzi ailələrdə suyu bulandırmasına mane olmur. Sanki o özünə sübut etmək istəyirdi ki, çirkinliyinə baxmayaraq qadınlar onu sevə bilər. Mən özüm onun qarmağına keçmiş bir çoxlarının etirafını onların öz dillərindən eşitmişəm. Qarşımda göz yaşı axıdan rəfiqələrimin halına gülərək bu adamın orijinal təcrübələrində istifadə etdiyi mürəkkəb və gülməli üsullar mənə donjuanlıqdan çox amansızlıq kimi gəlib. Yadımdadır, bir dəfə o varlı bir namizədin əlindən nişanlısını almaq üçün necə hoqqa çıxardı. Həmin varlı adam geri çəkiləndə hamıya elə gəlirdi ki, Lermontov onun yerini tutacaq. Lakin birdən-birə həmin qadının qohumları imzasız məktub aldılar. Həmin məktubda onları lənətləyərək Lermontovu qovmağı, özlərinə yaxın buraxmamağı məsləhət görürdülər. Onun haqqında min cür nalayiq, axmaq əhvalatlar danışırdılar. Bu məktubu elə Lermontov özü yazmışdı və bundan sonra onu bir də həmin evdə görən olmadı. Elə bu arada Puşkinin ölüm xəbəri hər tərəfə yayıldı. Rəqibləri bir-biri ilə vuruşduran bu mənfur cəmiyyətə qarşı çıxmış bütün rus gəncləri kimi Lermontov da alababat, lakin kəskin bir şeir yazdı. Bu şeirdə o birbaşa imperatora müraciətlə qatildən intiqam alınmasını tələb edirdi. Həmin vaxt hamı coşmuşdu və cavan oğlan üçün təbii görünən bu hərəkət qəbahət kimi qəbul edildi. Nəticədə təzəcə şairliyə başlayan, dünyasını dəyişmiş qələmdaşını müdafiəyə qalxan Lermontov cəzalandırılaraq hərbi dustaqxanaya salındı və sonra Qafqaz alayına göndərildi. Lermontovun dostlarının narazılığına səbəb olan bu xoşagəlməz hadisə əslində onun xeyrinə oldu. Sankt-Peterburqun əyləncəli, mənasız mühitindən ayrı düşən, çətin vəzifə daimi təhlükə ilə üz-üzə dayanan, fasiləsiz hərb səhnəsinə və eyni zamanda sonsuz füsunkarlığa malik yeni bir ölkəyə düşən şairin özündən başqa ümid yeri olmadığından birdən-birə böyüdü və kamilləşdi. Bu vaxta qədər onun qələmindən çıxan şeirlər adilər sırasında idisə, bu andan etibarən o daha böyük səylə və bütün istedadı ilə qələmə sarılaraq yazdı. Yazdıqlarını onu yalnız sürgündə tanıyanlara və əsərləri ilə hələ tanış olmayanlara göstərdi. Məhz burada Puşkinlə Lermontovu bir-biri ilə müqayisə etmək yerinə düşərdi. Puşkin başdan ayağa təlatümdür, fəvvarədir. Düşüncələr onun əqlindən və qəlbindən bulaq kimi qaynayır. Sonra şair həmin fikri yenidən işləyib cilalayır, süzgəçdən keçirir, mükəmməlləşdirir. Ancaq onun bütünlüyünə, yetkinliyinə toxunmur. Lermontov isə axtarır, düzüb qoşur, saf çürük edir. Yaradıcılıq qabiliyyəti, zövqü ona cümləni, ifadəni ümumiləşdirməyin yollarını göstərir. Ancaq şairin əsas qayəsi yenə də nizamsız, qeyri-müəyyən və dağınıqdır. Hətta bugün onun əsərlərinin tam külliyyatında bir-birinin tamamilə eyni olan iki şeirin, ideyanın, bəndin tamamilə fərqli ifadəsinə rast gəlmək olar. Puşkin hər hansı kiçik şeirində belə əvvəlcədən özünə hesabat verir, şeirin dinamikasına ciddi yanaşır.
Lermontov isə vərəqə ağlına gələn bir-iki misranı cızma-qara edir və bundan nə hasil olacağını ilkin mərhələdə özü də bilmir. Sonradan bu fikirləri beynində cəmləşdirir və uyğun gələnləri götürüb şeir şəklinə salır. Onun şeirlərində adamı ən çox məftun edən təbiət təsvirləridir. Şair özü gözəl təsvirçi rəssam olduğundan onun əsərlərində də bədii təsvirçilik şairliyi tamamlayır. Ancaq çox vaxt düşüncələrindəki zənginlik, mövzu bolluğu fikirlərinin nizamlanmasına mane olur. O Qafqazda olarkən yalnız asudə vaxtlarında hərdən bir öz fikirlərini cilovlamaq imkanı qazanmışdı. Eyni zamanda istedadının, bacarığının gücünü və şairlik keyfiyyətlərini dərk etmişdi. Hər dəfə dəftərini şeirlə yazıb doldurandan sonra onları bir daha diqqətlə gözdən keçirər və Sankt-Peterburqdakı dostlarına göndərərdi. Bu üsul onun ən yaxşı əsərlərinin bir çoxunun itməsinə səbəb olduğundan təəssüflənməkdən başqa çarəmiz yoxdur. Tez-tez yollarda çeçenlər və qabardinlər tərəfindən təqib olunan, selə ya da uçuruma düşməkdən ehtiyat edən, çayın dayaz yerlərindən keçməyə çalışan, öz canını xilas etmək üçün ona etibar olunan məktub bağlamalarını bəzən hara gəldi tullamağa məcbur olan Tiflis poçtalyonu görünür Lermontovun dəftərlərindən 2-3-ünü harasa tullayıbdır. Yəqin ki, Lermontovun son dəfə öz naşirinə göndərdiyi dəftər də beləcə itib. Bizim əlimizdə yalnız həmin dəftərdəki şeirlərin qaralaması qalıb. Qafqazda Lermontovun cavanlıq nəşəsi kədərli və qəmgin ruh düşkünlüyü ilə əvəz olunur ki, bu da onun düşüncələrini daha da dərinləşdirərək bütün əsərlərinə möhürünü vurur. 1838-ci ildə ona Sankt-Peterburqa qayıtmağa izin verilir. Artıq şairin istedadı onun nüfusunu elə qaldırmışdı ki, hamı onu hörmətlə qəbul etməyə can atırdı. Onun qadınlara xoş münasibəti, onları asanlıqla ələ keçirməsi başqa kişilərin ona qarşı kin bəsləməsinə səbəb olurdu. Puşkinin ölümü ilə bağlı Fransa səfirinin oğlu Monsieur de Brantla şairin mübahisəsi düşmənçiliyə səbəb olur və qısa müddət ərzində ikinci dəfə fransızlar və ruslar arasında duel təyin olunur. Ancaq qadınların bu barədə boşboğazlıq etməsi sayəsində hələ dueldən əvvəl onun sorağı hər yerə yayılır və iki xalq arasında düşmənçiliyə son qoymaq üçün Lermontov yenidən Qafqaza göndərilir. Şairin yaradıcılığının ən mübariz və məhsuldar dövrü məhz döyüşkən və füsunkar gözəlliklərlə zəngin olan bu ölkəyə ikinci gəlişi dövrünə təsadüf edir. Qəribədir ki, birdən-birə onun keçmiş yaradıcılığı kölgədə qalır və 1840-cı ildə yazdığı böyük və dərin mənalı şeirləri bir il əvvəlki gəncin yazdığı şeirlərindəki fikirlərə oxşamır. Artıq bu şeirlərdə onun özünə inamı, hadisələrə daha real münasibəti bariz şəkildə özünü göstərir. Onda xırda şöhrətpərəstlik hissləri yox olur. Şair yüksək cəmiyyət üçün darıxır, ancaq bunun yeganə səbəbi orada dostlarını qoyub gəlməsi idi. 1841-ci ilin əvvəlində şairin nənəsi Madam Arsenyeva əlaqədar təşkilatlara ərizə ilə müraciət edərək sevimli nəvəsini görmək istədiyini bildirir. Səbəbi isə bu idi ki, nənə artıq qocalıb əldən düşdüyünə görə nəvəsinə xeyir-dua vermək istəyirdi və ömrünün son günlərində onun başının üstündə olmasını arzulayırdı. Lermontov fevralın 7-si ya da 8-də Sankt-Peterburqa gəlir. Lakin qarların vaxtsız əriməsi ilə əlaqədar yolların gediş-gəliş üçün yararsız hala düşməsi ucqar quberniyada yaşayan Madam Arsenyevanın nəvəsinə qovuşmasına əngəl olur. Mən Lermontovla elə bu vaxtlarda tanış oldum və biz 2 gün ərzində dostlaşa bildik. Beləliklə mən daha bir dost qazandım, ancaq əzizim Cuma, paxıllığınız tutmasın. Biz ikimiz də eyni firqənin üzvü idik və səhərdən axşama qədər bir yerdə olurduq. Bu isə bizim bir-birimizə çox yaxınlaşmağımıza, inanmağımıza səbəb oldu və mən onun cavanlıq macəralarını, çıxardığı hoqqaları, bütün bildiklərimi söylədim və beləcə olub keçənlərə doyunca güldük. Artıq elə yaxın dost olmuşduq ki, sanki uşaq vaxtından bir-birimizi tanıyırdıq. Lermontovun paytaxtda keçirdiyi 3 ay fikrimcə onun ömrünün ən parlaq və xoşbəxt günləri idi. O, ali cəmiyyətdə səmimi qəbul edilir, yeni tanışları onu sevir, ehtiram göstərirdilər. O isə öz növbəsində gün ərzində yazdığı şeirləri axşam gətirib bizə oxuyurdu. Onun şən zarafatçıl xarakteri bu yeni dostların əhatəsində daha da qol qanad açırdı. Demək olar ki, hər gün yeni bir lağlağı yaxud lətifə düşünürdü və biz onun bitib tükənməyən şuxluğu sayəsində saatlarla bir yerdə maraqlı vaxt keçirir, uğunub gedirdik. Günlərin bir günü o bizə Ştos adlı yeni bir roman oxuyacağını bildirdi. Lermontov belə hesab edirdi ki, bunun üçün 4 saat kifayət edəcəkdir və odur ki, xahiş etdi ki, axşam düşməmiş hamı yığışsın və qapıları bağlayaq, xüsusilə də kənar adamlar üçün.
Hamı onun istəyini yerinə yetirdi. Lermontov qoltuğunda böyük bir dəftərlə içəri daxil oldu. Lampa gətirildi, qapılar bağlandı və o oxumağa başladı. 15 dəqiqəyə də qurtardı. Sən demə bu islah olunmaz kələkbaz bir gün əvvəl dəhşətli bir əhvalatın cəmi cümlətanı bircə fəslini 20 səhifədə yazmışdı. Dəftərin qalanı isə ağ vərəqlər idi. Roman elə buradaca yarımçıq qalmışdı və bir daha tamamlanmadı. Bu arada onun icazəsinin vaxtı sona çatdı. Nənəsi Madam Arsenyeva isə gəlib çıxmaq bilmirdi. Onun vaxtının uzadılması üçün yenə ərizə verildi. Bu müraciətlər əvvəlcə rədd edilsə də, daha sonra yüksək mənsəbli şəxslərin təzyiqi nəticəsində hər şey öz yoluna qoyuldu. Lermontovun özü getmək istəmirdi. Sanki nəsə xoşagəlməz hadisənin baş verəcəyi ürəyinə dammışdı. Nəhayət ya aprelin axırı ya da mayın əvvəli idi. Dəqiq deyə bilmərəm. Onunla vidalaşmaq üçün 3 nəfər bir yerə yığışmışdıq. Onun əlini axırıncı sıxan mən oldum. Lermontov və mən son döyüşlərdən birində amansızcasına qətlə yetirilən daha bir dostumuzla bir süfrədə şam etdik. Şam yeməyi başlayandan ta qurtarana qədər Lermontov ömrünün sonunun yaxınlaşdığını deyirdi. Mən onu susturmağa çalışır, qabaqcadan ürəyinə daman əsassız fikirləri boş-boş danışıq adlandırır, ələ salaraq bunları ağlından çıxarmasını söyləyirdim. Ancaq onun sözləri istər-istəməz qəlbimə kölgə salırdı. 2 ay sonra onun bu duyğusu həqiqətən özünü doğrultdu. Açılan silah ikinci dəfə Rusiyanın milli sərvəti olan dəyərli şəxsiyyətlərindən birini apardı. Ən acınacaqlısı isə o idi ki, bu dəfə ölümcül zərbə dost əli ilə vurulmuşdu. Qafqaza gəldikdən sonra növbəti əməliyyatın keçiriləcəyi günü gözləyən Lermontov Ptigorskdakı müalicə sularına gedir. Şair orada çoxdan bəri məsxərə və lağlağı hədəfinə çevirdiyi dostlarından birini rast gəlir və orada keçirdiyi bir neçə həftə ərzində Martınov yenidən şairin şirt zarafatlarının qurbanı olur. Günlərin bir günü Lermontov qadınların əhatəsində olan Martınovun çərkəzlər kimi böyründən 2 xəncər asdığını görür. Bu isə qvardiya süvarisinin hərbi geyiminə o qədər yaraşmırdı. Şair ona yaxınlaşaraq gülüb deyir: "Martınov, siz bu libasda necə də gözəl görünürsünüz, lap 2 dağlıya oxşayırsınız." Bu sözlər onsuz da dolmuş səbir kasasını daşdırır və dərhal duel elan edilir. Ertəsi gün hər iki dost döyüşə hazır idi. Şahidlər mübahisəni sülhlə yoluna qoymağa cəhd göstərirlər, ancaq heyhat. Heç nəyin xeyri olmur, olacağa çarə yoxmuş. Lermontov Martınovla vuruşacağını heç cür ağlına sığışdıra bilmirdi. Şair doldurulmuş hazır tapancanı ona verən şahidlərə deyir: "Doğrudanmı mən bu cavan oğlanı nişan alacağam?" Nişan aldı ya almadı bunu deyə bilmərəm. Ancaq gerçək budur ki, 2 dəfə güllə açılır və rəqibin gülləsi Lermontovu ölümcül yaralayır. Beləliklə eyni qayda ilə aradan götürülən bir şairi də 28 yaşında itirdik. Pushkindən sonra yalnız o bizə təsəlli verə bilərdi. Maraqlıdır ki, Dantesdə, Martınov da hər ikisi qvardiya süvari alayında xidmət edirdilər. Yevdokiya Rostopçina. Elə təzəcə bu yazını oxuyub axıra çatdırmışdım ki, Fino məni aparmağa gəldi. Saat 6 idi. Biz arabaya mindik və knyazın evinə yollandıq. Çox az adam vardı. "Knyaz, Qrafinya Rostopçinanın məktubunu cibimdən çıxararaq ona verdim. Bəlkə siz mənə Qrafinyanın yaşadığı kəndin adını oxumağa kömək edəsiniz." "Nəyinizə lazımdır ki?" knyaz məndən soruşdu. Ona cavab yazmaq üçün. "Necə? Məgər sizin xəbəriniz yoxdur?" "Nədən? Qrafinya artıq dünyasını dəyişib." 40-cı fəsil. İqtibaslar. Gəlin zavallı Qrafinya Rostopçinanın poetik qələmi ilə mənəvi və fiziki təsvirini verdiyi dahi şairin fitri istedadı ilə oxucuları tanış edək. Kişilər bir-birləri tərəfindən qiymətləndirilə və ad-san qazana bilərlər. Ancaq onlar haqqında həmişə qadınların dilindən söylənilənləri eşitmək lazımdır. Biz onun əsərləri arasında uzun-uzadı seçim etməyəcəyik. Sadəcə Lermontovun əlimizdə olan şeirlərindən bir neçəsini götürürük və oxucularımızı onun ən böyük əsəri olan Demon poeması ilə tanış edə bilmədiyimizə təəssüflənirik. Biz artıq oxuculara sənətkarın gözəl romanı Piçorini təqdim etmişik. Ancaq şairin dühası hər yerdə bütün şeirlərində özünü göstərir və onlar nə qədər dəyişikliyə uğrasalar da, hansı formaya düşsələr də, dəyərini itirməyəcək və oxucular tərəfindən yüksək qiymətləndiriləcək. 41-ci fəsil. İran hamamları. Bütün günü Finonun dili ağzına sığmır, elə hey deyirdi ki, axşama bizim üçün gözlənilməz bir sürpriz hazırlamışdır. Qrafinya Rostopçinanın ölüm xəbərindən sonra ovqatım təlx olmuşdu və eşidəcəyim heç bir xoş xəbər eynimi açmırdı.
Finonun bu yeni sürprizi ilə daha münasib vaxtda tanış olmağa üstünlük verirdim. Ancaq mən tək deyildim. Odur ki, Finoya dedim ki, bu axşam bütün vaxtımız tamamilə onun ixtiyarındadır. Biz küçəyə çıxıb droşkiyə mindik. Hamama, o rus dilində dedi. Mən rus dilini kifayət qədər bilirdim. Odur ki, Finonun elə indicə ağzından çıxan sözünü də başa düşdüm. Hamama, ondan soruşdum. Deməli biz hamama gedirik? Bəli, o cavab verdi. Yoxsa buna etiraz etməyə bir səbəb var? Hamama, siz məni nə yerinə qoyursunuz? Axı dediniz ki, indiyəcən görmədiyim bir yeniliklə tanış edəcəksiniz və hamama getməyin mənim üçün sürpriz olacağını düşünməyiniz məncə kobud zarafatdır. İran hamamları ilə tanışsınız? Ucundan qulağından eşitmişəm. Bəs heç o hamamlarda olmusunuz? Yox. Hə, bax, elə bu da sizin üçün sürpriz deməkdir. Biz söhbət edə-edə Tiflisin əyri-üyrü küçələri ilə yolumuza davam etdik. Bu küçələr gecələr çox zəif işıqlandırılırdı. Tiflisdə olduğum 6 həftə ərzində bir gün əvvəl əli-ayağı salamat gördüyüm adamların ertəsi gün birinin axsadığını, o birinin qolu sarıqlı gəzdiyini görürdüm. Sizə nə olub belə deyə onlardan soruşduqda belə cavab verirdilər. Təsəvvür edirsinizmi? Dünən axşam araba ilə evə qaydanda körpü yoluna çıxdıq və arabadan yerə yıxıldım. Kimdən soruşurdumsa, hamı eyni cavabı verirdi. Elə bil sözləşmişdilər. Artıq belə hallarda yalnız nəzakət xatirinə nə olduğunu xəbər alırdım və sual verdiyim adam deyəndə ki, təsəvvür edirsiniz, dünən axşam evə gedəndə mən onun sözünü kəsirdim. Körpü yoluna çıxmışdınız, elə deyilmi? Bəli. Siz də arabadan yerə yıxıldınız, hə? Elədir ki, var. Siz bunu haradan bilirsiniz? Təxmin edirəm. Hamı mənim bu uzaq görənliyimə heyran qalırdı. Biz də taleyin bu qismətinə tuş gəlmək eşqi ilə küçələri yel kimi şütüyüb keçirdik. Xoşbəxtlikdən sərt enişdən ehtiyat etdiyim meydança dəvələrlə dolu olduğundan arabaçımız atların yüyənini çəkərək yavaş-yavaş keçib getməli oldu. Tiflis küçələrində araba ilə sürətlə getmək onun içindəkilər üçün narahatlıq yaradır. Ancaq bu piyadalar üçün xüsusilə təhlükəlidir. Küçələrdə və arabalarda işıq olmadığından və çala-çuxurlu yollar yayda toz torpaqla, qışda isə palçıqla örtüldüyündən, əgər gecə vaxtı piyadanın əlində fənəri olmasa, yəqin ki, bu xəndəklərdən birinə düşər. Arabanın, faytonun içindəki yolçu isə şübhəsiz hər xəndəkdə yerə də yıxılar, hələ atların ayağı altında da qalar. Gecənin qaranlığında xüsusilə əfsanəvi görünən bu dəvələrin arasından keçməyimiz 15 dəqiqə çəkdi. 5 dəqiqədən sonra isə artıq hamamın qabağında idik. Bizi gözləyirdilər. Lap sübhdən Fino tapşırmışdı ki, bizim üçün nömrə saxlasınlar. Şiş papaqlı bir İranlı bizi 6 boşluq olan dəhlizlə aparıb çimən kişilərlə dolu bir zaldan keçirtdi. Əslində ilk baxışda mənə belə göründü. Ancaq diqqətlə baxdıqda səhv etdiyimi anladım. Bura ağzına qədər çimən arvadlarla dolu bir zal idi. Mən özüm çərşənbə axşamını qadınlar gününü seçdim. Fino dedi. Əgər dostlarımıza sürpriz hazırlayırıqsa, gərək bu sözün həqiqi mənasında sürpriz olsun. Həqiqətən də bu, heç nəyi veclərinə almayan arvadlar üçün yox, bizim üçün sürpriz oldu. Mən təəssüflə hiss etdim ki, bizim onların arasından keçib getməyimiz heç birisini təəccübləndirmədi. Yalnız çox qoca və eybəcər olan 2-3 nəfər fitələri ilə üzlərini gizlətdilər. Onu da deyim ki, bu arvadlar mənə qorxunc küpə girən qarıları xatırladırdılar. Bu ümumi salonda ayaq üstə, oturan, alt köynəkdə ya da lüt 50-yə qədər qadın vardı. Bütün bunlar buxarın içində görünməz olmuşdular. İnanın ki, bu buxar dumanında Troyalı Eney də öz anasını tapa bilməzdi. Bizim borcumuz üzümüzü bu gözəllik ilahələrindən yana çevirmək idi. Ancaq onsuz da onlar özləri yaxşıca gizlənmişdilər. Burada ayaq saxlamaq ehtiyatsızlıq, bəlkə də ağılsızlıq idi və mənim qətiyyən belə bir fikrim yox idi. Qapı açıldı və şiş papaqlı adam içəri girməyi təklif etdi. Biz içəri daxil olduq. Hamam 2 otaqdan ibarət idi. Birinci otaqda olduqca böyük 3 daş çarpayı vardı və bu çarpayılar elə böyük idi ki, onların üstündə 6 nəfər yan-yana uzana bilərdi. İndi ikinci otağa da daxil olacaq, tələsməyin. Birinci otaq soyunub geyinmək üçün idi. Bizim üçün saxlanılan xüsusi hamam otağı döşəmənin üstündəki şamdana qoyulmuş 6 şamla çox yaxşı işıqlandırılmışdı. Biz soyunub fitələrimizi götürdük. Əlbəttə bu qadınların yanından ötüb keçərkən üzümüzü örtmək üçün idi. Və hamama girdik. Lakin içəri girməyimlə çıxmağım bir oldu. Daha doğrusu girən kimi çıxmalı oldum. Çünki belə bir qatı buxarda nəfəs almaq iqtidarında deyildim.
Mən qapını yarı açıq qoyaraq özümü isti buxarlı havaya tədricən öyrəşdirdim. Hamamın içərisi çox sadə idi. Hər yer daşdan idi. Heç bir örtük, çıxıntı yoxdu. Yalnız müxtəlif temperaturlu su ilə dolu 3-4 günc hovuz vardı. Əslində bu hovuzların suyu 3 müxtəlif temperatura malik təbii bulaqdan gəlirdi. Çimənlər üçün 3 taxta çarpayı vardı. Bu yerdə mən özümü poçt stansiyasındakı kimi hiss etdim. Həvəskarlar birbaşa gəlib özlərini suyu 40 dərəcəyə qədər qızdırılmış hovuza atır və qorxmadan suya girirlər. Bir qədər zəif həvəskarlar suyunun istiliyi 35 dərəcə olan hovuza girirlər. Lap təcrübəsizlər isə ehtiyatla qorxa-qorxa istiliyi 30 dərəcə olan hovuzda çimirlər. Sonra tədricən 35 dərəcəlik hovuza, daha sonra isə 40 dərəcəliyə keçirlər. Bu minvalla çimənlər suyun hərarətinin artmasını az hiss edirlər. Bu hamamda 6, 8, 10 dəqiqə çimmək olar. 10 dəqiqəyə yalnız ürəyi sağlam, dözümlü adam tab gətirə bilər. Qafqazda suyunun istiliyi 65 dərəcəyə çatan təbii yeraltı qaynaqlar da vardır. Yel xəstəliyinə tutulanlar onların yalnız buxarından müalicə məqsədi ilə istifadə edirlər. Bunun üçün çimən adam 4 künc dəsmalın üstünə uzanır. 4 nəfər isə dəsmalın künclərindən yapışıb onu qaynar hovuzun üstündə buxara verir. Deyilənlərə görə bir erməni yepiskopu bu cür hamamların birində çimərkən faciəli şəkildə ölmüşdü. O utandığından müştərilərə xidmət göstərən hamamçıları, kisəçiləri içəri buraxmır, onların əvəzinə dəsmalın kənarlarından tutmağı özünün 4 köməkçisinə, keşişlərə həvalə edir. Onlardan biri bacarıqsızlığındanmı, yaxud zarafat xatirinəmi, nədənsə fitənin ucunu əlindən buraxır. Erməni yepiskopu sürüşüb qaynar hovuzun içinə düşür. Xidmətçi keşişlər haray qışqırıq salırlar. Onu hovuzdan çıxarmaq istəyirlər, ancaq əlləri yandığından kömək edə bilmirlər. Onların səsinə hamamçılar tökülüşüb gəlirlər. Yepiskopu hovuzdan çıxarırlar. Ancaq artıq gec idi. Hörmətli keşiş artıq bişmişdi. Möhtərəm yepiskop kimi bişməyə həvəs göstərən Fino özünü suyun istiliyi 40 dərəcə olan hovuzun içinə atdı. Bu yerdə şeytanın nəzərinə çatdıraq ki, Fransanın Tiflisdəki konsulu üçün indidən cəhənnəmdə xüsusi qaynar qazan hazırlamaq lazımdır. Mən 30 dərəcə qızdırılmış hovuza yaxınlaşdım və qorxa-qorxa onun içinə girdim. Daha sonra rahatlıqla 30 dərəcəli sudan 35 dərəcəli hovuza, daha sonra isə 40 dərəcəliyə keçdim. Mən isti vannadan çıxanda hamamçılar artıq məni gözləyirdilər. Elə bir balaca nəfəsimi dərmək istəyirdim ki, onlar məni qamarladılar. Mən əvvəlcə müdafiə olunmaq istədim. Qoy nə istəyirlər etsinlər. Fino mənə səsləndi. Yoxsa bir yerini sındırarlar. Əgər əvvəlcədən haramı yaxud nəyimi sındıracaqlarını bilsəydim, bəlkə də müqavimət göstərərdim. Bunu bilmədiyimdən özümü büsbütün onların ixtiyarına buraxdım. Bu iki cəllad məni yuxarıda dediyim taxta çarpaylardan birinin üstünə uzatdı. Başımın altına bir balaca balış qoydular. Əllərimi, ayaqlarımı isə düppədüz yanıma saldılar. Sonra onların hərəsi bir qolumu əlinə alıb oynaqlarımı şaqqıldatmağa başladılar. Belə sümük sındırma çiyinlərimdən barmaqlarımın ucuna qədər davam etdi. Onlar qollarımdan qurtarandan sonra ayaqlarıma keçdilər. Ayaqlarımı sındırıb qurtarandan sonra növbə boynuma, kürəyimə və belimə çatdı. Bütün bu hərəkətlər elə ustalıqla, elə təbii edilirdi ki, əslində bütün sümüklərimin qırılması əvəzinə ağrı nədir, əksinə həzz, ləzzət alırdım. Mənim oynaqlarım söz yox ki, ömründə belə şey görməmişdilər. Ancaq mənə elə gəlirdi ki, sanki bu saat bədənimi mələfəyə büküb 4 qatlayıb, güzgülü şkafın siyirməsinə yerləşdirmək olardı və bundan zərrə qədər də ağrı hiss etməzdim. Masajın birinci hissəsi qurtardıqdan sonra kisəçilərin ikisi köməkləşib məni çevirdilər və biri qollarımdan tutub var gücü ilə dartdıqca o birisi kürəyimin üstünə çıxıb rəqs edir, bəzən isə sürüşüb şappıltı ilə taxtanın üstünə düşürdü. Vallah, təsvir üçün başqa ifadə tapa bilmirəm. Çox qəribədir. Çəkisi təxminən 60 kiloqram olan bu adam kürəyimin üstündə kəpənək kimi yüngül idi. O yenidən mənim kürəyimə çıxır və bir də sürüşüb düşürdü və bütün bu hərəkətlər adama inanılmaz ləzzət verirdi. Elə rahat nəfəs alırdım ki, ömrümdə heç vaxt belə rahat olmamışdım. Bütün əzalarımda yorğunluq əvəzinə tükənməz güc hiss edirdim. Elə bilirdim ki, əlimi uzatsam bütün Qafqazı yerindən qaldıraram.
Daha sonra hər iki kisəçi əllərinin içi ilə çiyinlərimi, böyürlərimi, sağrılarımı, baldırlarımı döyəcləməyə başladılar. Sanki mən bir çalğı aləti idim və onlar da mənim üstümdə hansısa bir ariyanı ifa edirdilər. Bu ariya Wilhelm Tellin və Şeytan Robertin ariyalarından heç də pis səslənmirdi. Bunu da əlavə edim ki, onların ifa etdikləri ariya yuxarıda adlarını çəkdiyim ariyalardan daha üstün idi. Məsələ burasındadır ki, ayrı vaxt mən Malburgun bir bəndinin də qol qabırğasını 10 dəfə sındırmadan oxuya bilmirdim. Ancaq indi hamamda başımı sağa sola tərpədə-tərpədə heç çaşmadan elə oxuyurdum ki, gəl görəsən. Mən əsl adam həddinə düşmüşdüm. Əllərim, ayaqlarım oynayırdı. Avazım özümə elə xoş gəlirdi ki, bu aləmdən heç ayrılmaq fikrim yox idi. Nəhayət təəssüflər olsun ki, masaj əməliyyatı başa çatdı və kisəçilər son mərhələ olan sabunlama işinə keçdilər. Kisəçilərdən biri qoluma girib məni oturtdu. Özü isə arxamda durdu, sanki Arlekin Pieronun kürəyində oturub onu öldürəcəkdi. Belə olduqda o biri kisəçi əlinə tiftikli bir kisə keçirib bütün bədənimi başdan ayağa sürtüb təmizləməyə başladı. Bu vaxt o birisi ikinci kisəçi vedrələri 40 dərəcə isti su ilə dolu hovuzdan doldurub var gücü ilə kürəyimə və qurşağıma çırpmağa başladı. Sonra əlinə kisə keçirən adam adi su ilə kifayətlənməyib bir torba götürdü və mən həmin torbanın şişdiyini və sabun köpüyü buraxdığını gördüm. Onun içindən çıxan köpük təpədən dırnağa qədər bütün bədənimə yayıldı. Azacıq gözlərimin acışmasından başqa mən bütün bədənimi örtən bu sabun köpüyünün verdiyi ləzzəti, həzzi heç nədə nə görmüşdüm, nə də hiss etmişdim. Görəsən nə üçün Parisdə duyğuların cövlan etdiyi bu şəhərdə İran hamamları yoxdur? Nə üçün heç bir iş adamı Tiflisdən ikicə nəfər də olsa kisəçi gətizdirmir? Təbii ki, Parisdə belə bir hamamdan xeyli gəlir əldə etmək olardı. Elə ki, başdan ayağa süd kimi ağ, ilıq sabun köpüyünə qərq oldum, məni hovuzun yanına apardılar və bu dəfə ora xüsusi şövqlə girdim. Sanki Hilas oğurladığı bütün pəriləri, huri mələkləri gətirib bura doldurmuşdu. Mənim üzərimdə aparılan əməliyyat digər yoldaşlarıma da tətbiq olunurdu. Ancaq heç kimə fikir vermirdim. Elə öz hayımdaydım. Yalnız vannada olanda oyandığımı, özümə gəldiyimi hiss etdim və yenidən xarici aləmlə xoş təmasa başladım. Suda təxminən 5 dəqiqə qalandan sonra çıxdıq. Uzun ağappaq dəsmallar giriş otağındakı çarpayların üstünə salınmışdı. Elə ki, sərin hava bədənimizə vurdu, biz bundan yeni bir həzz aldıq. Çarpayların üstünə uzandıq və bizə sulu qəlyan gətirdilər. Mən şərqdə nə üçün hamının sulu qəlyan çəkdiyini indi başa düşürəm. Burada tütün, ətir, xoş raihə deməkdir. Tütün əmbərlənmiş suyun içərisindən keçərək ətirli borularla axıb gəlir. Ancaq bizdə Əlcəzairdən yaxud Belçikadan gətirilmiş saxta Havana siqarını bişmiş gildən hazırlanmış qəlyandakı tütünü çəkdikləri qədər də çeynəyirlər. Bizə sulu qəlyan, çubuq və hoqqa gətirdilər. Və hər kəs xəyalında özünü türk, fars və ya hindli kimi təsəvvür etdi. Bu əsnada məclisin heç bir əskiyi qalmasın deyə kisəçilərdən biri bir ayaq üstə dayanan gitaraya oxşar bir musiqi alətini qıçının üstünə qoyaraq mili simlər üzərində elə gəzdirməyə başladı ki, sanki mil simləri deyil, simlər mili axtarırdı. O musiqinin müşayiəti ilə Sədinin qəzəllərindən yanıqlı, kədərli bir mahnı ifa etməyə başladı. Bu həzin musiqi bizə elə ahəstə layla çaldı ki, istər-istəməz gözlərimiz yumuldu, qəlyan, çubuq və hoqqa əlimizdən düşdü və biz dərin yuxuya getdik. Tiflisdə keçirdiyimiz 6 həftə ərzində mən 3 gündən bir İran hamamlarına gedirdim.